uşaq qatilləri, uşaqların ətini yeyənlər, qanını içənlər bizim qardaşımızdır. Ona görə ki, onlar həmişə Azərbaycanın yanında olub, türkləri çox sevib, Azərbaycanlılara dəstək olub, onların düşməni yalnız farslardır. Ərsini atıb başına ki, Siyonist rejimi, Yahudilər Təbrizin altını üstünə çevirir. Haradadır o Türk milliyetçiləri, haradadır o bütün Azərbaycançılar, haradadır o Təbriz deyənlər? Biri mən buradayam və yaxından da izləyirəm. İsrailin Təbrizlə işi yoxdur. İsrailin Güney Azərbaycanla Türklerle işi yoktur. Tebriz'deyiz ve geçtiğimiz günlerde bu bölgede İsrail dronları tarafından vurulan, özellikle sivil vatandaşların hayatını kaybettiği noktalardan birindeyiz. Biraz önce eşini ve çocuklarını kaybeden Solmaz Hanım'la da görüştük, Solmaz ablayla da görüştük. Tabii çok üzgün. Bugün bayram günü ve o ailesinden, eşinden ve çocuklarından ayrı. Amerikan köməklikləri yetişdi də, əlləri ağrımasın. Ayrıca Pəhləvin köməklikləri yetişdi. Vaqəən əlləri ağrımasın. Mənim qulağım, uşağımın qulağı eşitmir. Biz köməklik istəmirik. Bax, o yüzden biz özümüz vətənimizdə yaşayaq, biz köməklik istəmirik. Heç zət istəmirik. İsrail ordusu Təbriz sakinlərinə xəbərdarlıq edib. Hamımız da ölsək, nə Amerika, nə İsrail'e bir dana bir bile toprak da verməyəcək. Sipahı buyurun. Şirin gelip, otun başında. Öz gözümün kapağında vurdular. اتاق خوابتان çıkıyordum. Mozim fizaçı ve düşüşler kollan patladı. Ama mamamın başı Ali hayye kanadı. Burada büyük mamam cildi. Kulağım da Ali kanıyıptı. Kollan şüşeler değdi birbirine. Ev kollan dünyada birbirine. Özüz gözüz. Təbriz, meydan Azərbaycan. Bitirəm bir 4 dənə, 5 dənə vurdular. Ahmet Alan vurdular kulağını. Kulağına lan vurdular. Yo ben. Qeyd olunub ki, İranın İsfahan, Qum, Lorestan, Kirmanşah, Təbriz, Kərəc şəhərlərində də partlayış səsləri eşidilib. Alan zadincarov. İsrail ordusunun məlumatına görə hücumlar Təbriz və Kirmanşah bölgələrində həyata keçirilib. İsrail Hərbi Hava Qüvvələri bugün yerli vaxtla səhər saat 08:35 və 08:45 radələrində Təbrizin qərb bölgəsinə hava hücumları edib. Az صبح حوالی ساعت 4 صداهای انفجاری از تبریز شنیده میشه، از گوشه و کنار شهر شنیده میشه. İsrail, İran'da Tebriz kentine de bir saldırı düzenledi. Yeni bir saldırı bu. İsrail döyüş təyyarələri Təbliz şəhərini də hədəf alıb. Ölən və yaralıların olduğu bildirilir. Təbriz şəhəri də hədəfə alınıb. Hücum nəticəsində 3 nəfərin həlak olduğu, 4 nəfərin yaralandığı bildirilir. Tebriz şu anda İsrail'in şiddetli saldırısının hedefinde dedi. Veyahut da başka yerler vurulabiliyor. Yani bunları da aslına bakarsanız dünya öğrenmiş oldu bu şekilde. Bugün səhər saatlarına yaxın Təbrizə edilən hava hücumları nəticəsində şəhərin elektrik enerjisi paylaşımında problemlər yaranıb. Geldi. Patlama mı duydunuz Fulya? Fulya patlama oldu evet. Bir tane daha oldu. Fulya 2-3 tane, 3 oldu, 3. Yakından mı geliyor? Şiddetli bir patlama mı? Patlama. Evet Fulya. Yani 3 patlama oldu Fulya. Evet. Mənim Azərbaycanlı xalqım yaşayan yeri İsrail bombaladı və sadəcə bir evdə 60 nəfər öldü. 60'dan da 20'si uşaq. Lal olubsan. İsrail Təbrizə hər yerdən çox vurur İranda. Urmiyanı, Təbrizi, Ərdəbili. Niyə səsin çıxmır bə? Bir kəlmə cürətin var İsrailin ordunda söz danışasan, ey belə tüh deydin, dən vururdun tühlərdən. Və danış da, kəsibsən səsin.
Yaxşı oldu bu ittifaqlar düşdü, sənin kimi bir şərəf adamı tanıdıq biz. Cürətin yoxdur İsrailin ordunda bir kəlmə danışasan. Desə arvad uşağını da 250 təqdim edərsən İsrailə. Səhlədə Təbrizi, Urmiyanı, haranı. Fələstində 20 min körpə qətliam oldu. Qanları yerə töküldü. O şəxslər ki, o söhbətdə